Hz. Musa aleyhisselamın dilindən Allah Teala buyurur ki, ey mənim qövmüm, bu dünya həyatı keçici, məhdud nemətlərlə sizə təqdim olunub. Yəni keçicidir bu dünya həyatının nemətləri, ləzzətləri, ötəridir və özü də məhduddur, sayı azdır. Yəni bu dünya həyatın özünüzə əbədi seçməyin ki, bəzi insanlar, dünya pərəst insanlar, dünyanı insanların gözündə sevdirib, ahirəti də dünya ilə əvəz elətdirmək istəyənlər insanlığı, bütün bəşəriyyəti, bütün insanları, hətta müsəlman da dinindən asılı olmayaraq ahirətə inancı olan kəsimləri belə o fikrə cəlb edirlər ki, sizin elə ahirətiniz də, sizin cənnətiniz də, cəhənnəminiz də bu dünyadır. Xeyr, əsla belə deyil. Bizləri öz inancımızdan, öz Allah Taala'nın bizə əbədi xəbər verdiyi xəbərdən yayındırmağa heç bir nəsnə, heç bir təbliğat, heç bir şey yayındıra bilməz. Nə qədər dünya həyatı bərli, bəzəkli olsa da, nə qədər çəkici, cazibədar olsa da, ahirət inancımızı itirsək, biz insanlığımızı itirərik. Nəinki dinimizi, insanlığımızı itirərik.